Klasteri tamamlaya bilən fikirlər tələb olunur. Topçu Barşov görkəmli xeyriyyətçi olmuşdur. Bu yanlış fikirdir. Görkəmli xeyriyyətçi olaraq burada adı çəkilir Hacı Zeynalabdin Tağıyevin. Hacı Zeynalabdin Tağıyev tərəfindən böyük diqqət görmüşdü. Bu isə doğru fikir olacaq. Burada yazmışdı ki, o xeyriyyətçi Zeynalabdinin diqqətini cəlb etmişdi. Deməli, düzgün cavabımız da bu variantdır. İlk təhsilini Bakı şəhərində almışdı, amma ilk təhsilini Tiflisdə almışdı. Bu da yanlışdır. Kaspi qəzetinin yaradıcısıdır. Burada onun Kaspi qəzetinin redaktorluğunu götürdüyü vurğulanır, yaradıcısı olduğu yoxdur. Xalq Cümhuriyyətinin yarandığı ildə ali təhsil almaqda idi. 1918-ci ildə Cümhuriyyət yaranmışdı və onun ali təhsil aldığı il mətndə konkret olaraq göstərilmir. Burada qeyd olunur ki, 1894-cü ildə artıq Bakıya təyinat alaraq hüquq mühafizə orqanlarında çalışmışdır. Belə çıxır ki, biz dəqiq bilmirik onun ali təhsil aldığı illəri və yanlış cavabdır.